Vaxtınız xeyir olsun uşaqlar. Bugün biz sizinlə 8-ci sinif fizika dərsliyindən güc bölməsinin öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın hissəsindəki tapşırıqlara baxacaq. Amma dərsə keçməmişdən qabaq hər zaman dediyimiz kimi öz gələcəyinizin mimarı məhz sizsiniz, əziz uşaqlar. Bu gələcəyi necə inşa etmək sizin əlinizdədir. Odur ki, gələcəyinizi gözəl inşa etmək üçün başlayaq dərsimizə. İlk öncə birinci tapşırığa keçək və başlayaq həllə. Birinci sualda bizə deyir ki, mühərrikin gördüyü işin zamandan asılı qrafiki verilmişdir. Qrafikə əsasən mühərrikin gücünü və 5 dəqiqə ərzində gördüyü işi hesablayın. Bizə verib burada işin zamandan asılı qrafiki və biz bu qrafikdən istifadə edərək əvvəlcə gücü hesablayaq. Bax, bu nöqtədə A bərabərdir 600-dür. A bərabərdir 600 joule. Zaman isə T bərabərdir 10-dur. T bərabərdir 10 saniyə. Mən buradan N-i tapsam, N bərabərdir sual işarəsi. Yazaram ki, N bərabərdir A bölünsün T-yə. Bu da bərabərdir. A-nın yerinə yazaram 600 bölünsün zamanda 10. Bərabərdir 60 watt. Tapdım ki, güc 60 watt-a bərabərdir. Amma bizdən eyni zamanda soruşur ki, mühərrikin gücünü hesablayın. Tapdıq ki, 60 wattdır. Bəs 5 dəqiqə ərzində gördüyü işi də hesablayın. İndi bu ikinci hissənin yerinə yetirsək, zaman T bərabərdir 5 dəqiqədir. Yazacaq bura. Dəqiqəni saniyəyə çeviririk. 60-a vuracaq. Edəcək 300 saniyə. Və gücü yenə də burada tapmışdıq. Gətirib burada yerinə qoyacaq və ona uyğun həll edəcəyik. 60 watt və işi soruşur bizdən sualı. İşin düsturu N bərabərdir A bölünsün T deyil. Bax, buradan A-nı hesablasaq, A bərabərdir N vurulsun T-yə. İndi gətirib yerinə qoyaq. A bərabərdir N 60-dır, vurulsun. Zamanımız da 300 saniyədir. Deməli, 60-ı 300-ə vuranda edəcək 18.000 joule. İndi 18.000 joule da kilojoula çevirsək, 18 kilojoula bərabər olacaq. Belə, yəni bu şəkildə hesablamış olduq. Sonra ikinci suala keçək. İkinci sualda soruşur. Forklift kütləsi 2 ton olan konteyneri 5 saniyə müddətində 4 metr hündürlüyə bərabər sürətli qaldırır. Diqqətli olun, bərabər sürətli qaldırır. A, B və C variantları soruşur və buna uyğun tapşırıqları həll edək. A-da soruşur ki, konteynerə forklift tərəfindən tətbiq olunan qüvvəni hesablayın. Yəni, F-i bizdən soruşur. Hesabladığımız zaman F bərabərdir sual işarəsi. Bərabər sürətli hərəkət edirsə, bu zaman biz F bərabərdir mj düsturundan istifadə edəcəyik. Və M-miz də verib bizə burada. M bərabərdir. Baxın, burada 2 ton. 2 ton bərabərdir. Kiloqrama çevirsək 2000 kiloqram. Gətirib indi bu düsturda yerinə qoysaq, F bərabərdir. 2000 vurulsun. J-miz də 10-a bərabərdir. Olacaq 20.000 Newton. Bunu da çevirmək istəsək kilojoula edəcək 20 kilo Newton olmuş olacaq. Deməli, qüvvəni hesabladıq. Daha sonra ikinci, yəni B variantını soruşur. Soruşur ki, konteyner üzərində görülən işi hesablayın. İş nəyə bərabər olacaq bəs? İşin düsturu, yəni B variantını buradan yazırıq. Burada A variantı idi. İşin düsturu nədir? A bərabərdir F vurulsun S. F-i tapmışıq. Bəli. Amma bəs S-in yerinə nə yazacaq? S burada 4 metr hündürlüyü ifadə etmiş olacaq. Yəni, biz burada S-i eyni zamanda H ilə də ifadə edə bilərik. O zaman yazarıq ki, deməli, A bərabərdir F vurulsun H kimi. Bu da bərabərdir. F-in yerinə yazacaq 20.000 vurulsun. H-ımız da buradan yazaqdır. H bərabərdir 4 metr. Gətirib yerinə qoyaq. 4-ə edəcək 80.000 Newton. Kilojoula çevirsəm 80 kilo. Newton nə idi? Burada biz işin vahidi axı joule-dur. Ona görə burada 80.000 joule. Vahidi yazsaq 80 kilo
joule kimi ifadə etmiş olaraq. Daha sonra C variantını yazaq. C variantına deyir ki, forkliftin mühərrikinin gücünü hesablayın. Yəni C variantında n bərabərdir sual işarəsinə və hesablayaq. N bərabərdir A bölünsün T'dir. Fikir verək uşaqlar. Bizdə burada A var. Yuxarıda tapmışıq. A-nın yerinə qoyacağım 80.000 joule. Və zamanın yerinə nə qoyacağam? Burada verib 5 saniyə müddətində. Yəni T bərabərdir 5 saniyə olduğunu verib. Gətirib yerinə 5 qoysam, edəcək. 80-i 5-ə böləndə 16.000 watt. Kilovata çevirmək istəsəm, n bərabərdir 16 kilovat şəklində yazmış olacağım. Belə, yəni bu şəkildə hesablamış olduq. Daha sonra keçək uşaqlar 3-cü çalışmaya və 3-cü məsələdə bizdən nə istədiyinə diqqət yedirək. 3-cü məsələdə deyir ki, Nigar bərabər kütləli iki cisimdən birini 4-cü mərtəbəyə Nicatdan daha tez qaldırır. A variantında Nigar və Nicatın qaldırdıqları cisim üzərində gördükləri iş bərabərdirmi? Cavabımızı əsaslandıracaq. B variantında isə Nigarın yoxsa Nicatın gücü daha böyükdür? Bunları müəyyən etmiş olacaq. Burada biz bilirik ki, uşaqlar, deməli, qələmimizi götürək. Nigarın və Nicatın qaldırdıqları cisim üzərində gördükləri iş bərabərdirmi? Yəni, A-nı bizdən soruşur. Biz bilirik ki, A bərabərdir F vurulsun S ilə ifadə olunur. Bunların getdikləri yollar, yəni S-lər eynidir. Çünki bax, bu mərtəbəyə daha sonra eyni ilə yuxarıya qalxmış olurlar. Yəni, S-lər eynidir. Ona görə də S-lə toxunmuram. Amma F-lərə fikir verirəm. F-i də necə yazaram? A bərabərdir. F-in yerinə M, R vurulsun S şəklində yazıram. Fikir verin burada. Bizə deyir ki, eyni kütləli, yəni bərabər kütləli. Yəni, bərabər kütləlidirsə, kütlələrimiz də eynidir. S-lər eynidir, kütlələr eynidir, J də sabitdir. Fikir versəz, bunların hər biri sabit olduğuna görə, demək ki, Nigar və Nicatın gördükləri işlər bərabərdir. Yəni, bu şəkildə fikrimizi əsaslandırmış olduq. Bəli, bərabərdir, yazırıq bura. Bərabərdir. İkincisində, yəni B variantından deyir ki, Nigarın yoxsa Nicatın gücü daha böyükdür. Burada biz diqqət etsək, Nigar Nicatdan daha tez pilləkənləri qalxır. Demək ki, Nigar daha az zaman sərf etdiyinə görə, baxın, gücün düsturu n bərabərdir, A bölünsün T deyildi. T burada zamandır. Yəni, zaman nə qədər kiçik olarsa, güc o qədər böyük olacaq. Burada da Nigarın sərf etdiyi zaman azdır. Çünki tez qalxıb pilləkənləri. Demək ki, Nigarın gücü daha çoxdur. Ona görə də burada hansının gücü daha böyükdür? Əlbəttə ki, Nigarın. Bu şəkildə yazmış olduq. 4-cü suala baxaq. Və 4-cü sualı burada açıq şəkildə sizinlə ifadə etmiş olaq. Ağ vərək və o şəkildə yazaq. Gücün vahidini beynəlxalq sistemdə əsas vahidləri ifadə edin. Baxın, uşaqlar, bunu əzbərləməyə ehtiyac yoxdur. N bərabərdir, A bölünsün T olduğunu bilirik. Gücün düsturudur. Və mən burada yazaram. A-nın yerinə nə yazaram? A vahidi əlbəttə ki, joule-dur da, düzdür. Zamanın yerinə də yazaram saniyə. Eyni zamanda biz bilirik ki, A-nın yerinə F vurulsun S kimi də yazaram da, düzdür. F nəyi ifadə edir? Newtonu. S-dəki yerdəyişmə olduğuna görə metri. Zaman yenə də saniyə yazdım, bax buna. Newtonun açılışını artıq biz əzbər bilirik. Newton nədir? Kiloqram vurulsun metr bölünsün saniyənin kvadratına. Vurulsun, bax buradakı metr olduğu kimi yazıram mən bura. Digər saniyənin də olduğu kimi bura yazacağım. Yeganə olaraq Newtonu bu şəkildə ifadə etmiş oldu. Yazsam yerinə metr, saniyə də qaldı öz yerində və hesablayıram. Kiloqram vurulsun. Metrin metrə vuranda eləcək metrin kvadratı. Yazacağım. Kiloqram vurulsun metrin kvadratı. Saniyənin kvadratı aşağı düşdükdə bu saniyəyə vuracaq, nə olacaq?
saniyenin kubu. Bax, bu şəkildə ifadə etmiş olduq. Yəni, gücü açıq şəkildə ifadə etsək beynəlxalq sistem vasitəsilə kiloqram vurulsun metrin kvadratı bölünsün saniyenin kubu şəklində ifadə edə bilərik. Və 5-ci suala keçək. 5-ci sualda deyir ki, iki avtomobildən gücü daha böyük, yoxsa kiçik olan tez sürətlənir. Baxın, iki avtomobildən əlbəttə ki, gücü daha böyük olan daha tez sürətlənir. Çünki onun mühərrikinin eyni zaman müddətində daha çox iş gördüyü məlumdur da hər birimizə. Demək ki, eyni zaman müddətində hansı daha çox iş görərsə, onun gücü də daha böyük olmuş olar. Bu şəkildə ifadə etmiş olduq. İndi keçək uşaqlar, öyrəndiklərinizi yoxlayın hissəsinə. Öyrəndiklərinizi yoxlayın hissəsində bizdən soruşur ki, işin görülmə yeyinliyi hansı kəməklə ifadə olunur? Əlbəttə ki, biz bayaqdan bunu müəyyənləşdiririk. Güc vasitəsilə müəyyən olunur. Gücün vahidi nədir? Gücün vahidi wattdır. Və yaxud da ki, bayaqları biz açıq şəkildə də ifadə etdik. Gücün beynəlxalq sistemdə vahidi nədir? Kiloqram vurulsun metrin kvadratı bölünsün saniyenin kubu. Üçüncü suala baxaq. Üçüncü sualda deyir ki, göldən tarlaya su varan mühərrik 1 saatda 1,8 megajoule iş görür. Mühərrikin gücünü hesablayın. Aşağıdan yazılan verilənləri zaman nə qədərdir? T bərabərdir 1 saat. Əlbəttə ki, bu şəkildə saxlanırıq. Beynəlxalq sistemə çeviririk. 1 saatımız 3600 saniyədir. Bax, bu şəkildə yazdım. İş görürsə A bərabərdir nə yazacağım? 1,8 megajoule. Megajoule da biz bilirik ki, 10 üstü 6 deməkdir. Yəni 1,8 vurulsun 10 üstü 6 joule. Və gücünü soruşur. N bərabərdir sual işarəsinə. N bərabərdir A bölünsün T-yə. A-mız məlumdur? Bəli, məlumdur. Yazacağım 1,8 vurulsun 10 üstü 6 bölünsün zamanımız da 3600. Gətirib yerinə qoysam, deməli, yazaram ki, 180 deməli, yanında da 5 dənə 0 bölünsün 3600. İxtisarlarımızı aparsaq, burada 0 hələ də qalır. O zaman taparıq ki, 500 vata bərabərdir. Deməli, mühərrikin gücü nə qədər imiş? N bərabərdir 500 vat. Bu şəkildə hesablamış oluruq. Daha sonra 4-cü suala keçək. 4-cü sualda deyir ki, düzxətli bərabər sürətli hərəkət edən avtomobilin mühərrikinin dartı qüvvəsi 7,136 kN, sürəti isə 20 km bölsün saatdır. Avtomobilin mühərrikinin gücünü hesablayın və at gücü vahidi ilə ifadə edin. Ağ səhifə açaq, daha səliqəli şəkildə yazaq ki, qarışıqlıq olmasın. Baxın uşaqlar, deməli verilənləri bir daha yazaq. Dartı qüvvəsi, dartı qüvvəmiz nə qədərdir? F bərabərdir 7,136 kN. Yəni vurulsun 10 üstü 100 kN çevirdim. Sürəti isə V bərabərdir 72 km bölünsün saat. Mən kilometr bölünsün saatı metr bölünsün saniyə çevirməliyəm. O da edəcək 20 metr bölünsün saniyəyə. Kənarda izah üçün göstərim ki, 72 km bölünsün saatı necə çevirdim metr bölünsün saniyəyə. 72 vurulsun, kilometrin yerinə 1000 yazıram, saatın yerinə də 3600. İxtisarlarımız gedir, 72 ilə də 36, 2. Qalır burada 20 metr bölünsün saniyə. Belə şeyləri əslində biz artıq beynimizdə hesablamağı bacarmalıyıq. Daha sürətli məsələ həlləri üçün. Sonra avtomobilin mühərrikin gücünü hesablayın deyir. Yəni N bərabərdir sual işarəsinə və yerinə qoyaq. Baxın, burada maraqlı bir nüans yarandı. Fikir verin uşaqlar. Bizə verib ki, buradan F və V-ni. Amma bizim gücümüzün düsturu necə idi? Biz bilirdik ki, gücün düsturu N bərabərdir. A bölünsün T-dir. Mən F və V-yi bura necə gətirim? Baxın, A-nın yerinə nə yazacağım? F vurulsun S
Zamanın da yeri olduğu kimi qalacaq. Amma burada uşaqlar S-in T-yə olan nisbəti, yəni S-in T-yə yolun zamanı olan nisbəti bizə nəyi verir? Sürəti. Onda bizim düsturumuz hansı şəklə düşdü? Baxın, F vurulsun V şəklində. Yəni, bu şəkildə gücün düsturunu almış olduq. Deməli, gücün növbəti düsturu nədir? N bərabərdir, F vurulsun V-yə. İndi gətirək, yerinə qoyaq. N bərabərdir. F-imiz nə qədərdir? F bərabərdir. 7 tam %36 vurulsun 10 üstü 3 vurulsun V-imiz də 20-yə. Mən bunu vursam, ifadə edərəm ki, deməli, 147 1200 watt. Yəni, bu şəkildə gücü hesablamış olaram. Amma bizdən eyni zamanda gücü hesabladıq, düzdür. Eyni zamanda at gücü vahidi ilə də hesablamağı deyir axı. Biz bilirik ki, bir at gücü bərabərdir 736 vata. İndi bizdən soruşur ki, bəs bu 147.200 watt gücü neçə at gücünə bərabərdir? Ona görə də M bərabərdir. 147.200-i bölərəm 736-ya. Bu da edər, deməli, 200 at gücü. Tapdım ki, bu mühərrikin gücünü at gücü ilə hesablasam, 200 at gücünə bərabərdir. Amma gücün özünü hesablasam, burada hesabladım. Gücün özü isə 147.200 vata bərabərdir. Yəni, bu şəkildə hesabladıq və 5-ci suala keçək. 5-ci sualda deyir ki, insan ürəyi bir sutka ərzində 126.000 joule iş görərsə, ürəyin gücünü hesablayın. Deməli, A bərabərdir 126.000 joule. Bir sutka ərzində deyir. Demək ki, zamanımız T bərabərdir. Bir sutka, yəni 24 saat. 24 saatı da çevirsəm saniyəyə. 24-ü vurmalıyam 3600-ə. Bu da edəcək 86.400 saniyə. Və buradan gücü tapsam M bərabərdir. A bölünsün T-yə. A-mız var, bəli, 126.000. Ödüləcəm, zamanımız da 86.400. İxtisarlarımızı aparsam, yazaram ki, deməli, bu da edir 1,5 watt. Hesablamış olduq ki, insan ürəyinin gücü N bərabərdir, 1,5 watta bərabərdir. Bu qədər uşaqlar. Ümid edirəm ki, tapşırıqların izahı sizə aydın olmuş oldu. Yəni də hər zaman dediyimiz kimi, öz gələcəyinizin memarı siz özünüzsünüz, əziz uşaqlar. Bu gələcəyi necə inşa etmək sizin əlinizdədir. Odur ki, gələcəyinizi gözəl inşa etmək üçün gələn görüşlərə dək. Sağ olun uşaqlar.